Xalq artisti Emin Ağalarov UFC Fight Night Baku turnirində Braziliyalı Michel Pereiranı məğlub edən Rusiyalı MMA döyüşçüsü Şarabutdin Magomedovla görüşüb. Bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. Emin döyüşdən sonra Oktagonda ondan ev istəyən idmançıya saat bağışlayıb. Xalq artisti Miri Yusif mahnılarının digər ifaçılar tərəfindən səsləndirilməsinə münasibət bildirib. Sənətçi bu barədə Xəzər axşamı verilişində danışıb. Mahnılarım qəlbimdən çıxıb insanlara toxunursa, demək ki, onlar artıq mənim deyil. Bu artıq insanların mülküdür, onlara aiddir. Ona görə də mahnılarımı oxuya bilərsiniz. Bunun üçün məndən icazə almağa ehtiyac yoxdur. Kim istəsə götürüb ifa etsin. Kiminsə ifasını bəyənməsəm belə müdaxilə etmərəm. Necə oxurlarsa problem deyil. Mənə xoşdur deyə Miri Yusif bildirib.